Salam əziz 11-lər. Bu gün sizinlə son illərdə qəbul imtahanlarında istifadə olunmuş zamanlarla bağlı sualların izahlarına baxacağıq. Burada kompleks object, yəni mürəkkəb tamamlıq, zamanların, uzlaşmaların özünə aid suallar və modal feilləri, həmçinin passive voice, yəni məhsul növünə bağlı olan sualları görəcəksiniz. Bacardığım qədər bəzi sualları bir yerə toplamağa çalışmışam. Choose the correct variant, düzgün variantı seçin. Peter wants me earlier than yesterday. Burada yesterday'in gəlişi sizi aldatmasın. Söhbət Peter mübtədamızdır, wants da xəbərimizdir. Və indiki zamanda verildiyi üçün artıq bizə zamanı istifadə edib və dünəndən erkən dediyi üçün. Və baxıram, yəni zaman istifadə olunub. Artıq mən variantlarda zaman axtarmıram. Bir feil verilibsə, ikincisi ya məstər, ya gerund, yəni ilgili feil, ya da feil sifət olmalıdır. Mən baxıram, want üçüncü qrup feildir. Üçüncü qrup. Və özündən sonra tamamlıq. Sonra isə to məstər istəyir. Bu demək ki, məstərin tərkibində ing, ed, s şəkilsi, ümumiyyətlə əmizar olsun, həfəz olsun, fərq yoxdur. Yəni bunların heç biri olmamalıdır. Və baxıram, come to-suz məstərdir, anı çıxıram. Want bizdən to istəyir. Coming-ə ing əlavə olunub, b-ni çıxıram. To come doğru variantdır. Gördüyünüz kimi to, sonra isə məstərin özü verilib. Heç bir şəkilsi olmadan boş halı. Came keçmiş zamanı kökdən dəyişib. Have come-dakı zaman formasıdır. Yəni bunlar ki, zamana görə dəyişib. Çıxıram, qalır C variantı. Choose the correct variant. Doğru variantı seçin. Nöqtə you, nöqtə to the mountains when you were in the country. Yəni də baxıram, cavablara baxıram ki, are, have, will, bunlar zamanlardır. Zamanlar olduğu üçün də mən bildirəm ki, uzlaşmaya da baxmalıyam. Çünki bu da mürəkkəbdir. Və nədən sonra you verilib bizə, şəxs you'dan sonra were verildiyi üçün were keçmiş zamandır. Deməli, keçmiş uzlaşmasını tapmalıyam. Are inci zamandır, biri çıxar, anı çıxaram. Will gələcək zamandır, b-ni çıxaram. Have inci zamandır, d-ni çıxaram. Do inci zamandır, y-ni çıxaram. Qaldı gördüyünüz kimi C variantı. Did keçmiş zaman, go-dakı onun məstəridir. Yəni, əslində, you went formasındadır. Sualda olduğu üçün did you go formasında keçib. Choose the correct variant. When we have got a toothache. Bu modal feilə aiddir. Have, ought, must. Virgül, we, go to the dentist. Have-in to'su olmalıydı. Burada to olmalıdır. Yoxdur. Ya da bunun özündə verilməlidir. Have to üçüncü ifadəmiz. Anı çıxaram. Ought-un to'su yoxdur. Okay. Ought-un to'su yoxdur. B-ni çıxaram. Don't have-in to'su yoxdur. D-ni çıxaram. Must-la should arasında qalıram. Hər ikisi doğrudur. Tərcüməyə baxıram ki, when we have got a toothache, bizim dişimiz ağrıyarkən we should go to the dentist. Biz diş həkiminə getməliyik dediyi üçün Y variantını götürürəm. Choose the correct variant. Düzgün variantı seçin. I have to wash my car once a week. Həftədə bir dəfə maşınımı yumalıyam. Bu da so do I like do I ifadəsi. Baxdığınız kimi have to və has to və has to bizdən do və das cümləsi feillərini istəyir. Sual və inkarda tutmazdan istifadə edirik. İnkarda olur. Misal, don't have to və yaxud da doesn't have to. Və sevgisiz oldu düzsayın. Sualda da olur. Do, does, şəxs, have to. Bu formada sevgilir. Deməli, have to'nun sualını biz do does'dan almalıyıq. Baxıram. So has my father. Sualımızın cavabını has'dan almaq üçün bizə ya has P2 lazımdır. Və yaxud has got ifadəsi lazımdır ki, biz has'dan cavab ala bilək. Ona görə bir yanlışdır. So does my father. Həm də cümləmiz təsdiq olduğu üçün naizəni çıxıram, inkarlıqdır. Sonunda has'ə görə çıxanda birincidə qalır 2 ilə 3.
Bunu götürürəm. Elə üzr istəyirəm 2 ilə 4. So does my father. Gördüyünüz kimi does-dan biri. My cousin does too. Məlum, təsdiqin cavabını so, to və also ilə alırdıq. 2, 4 olur Y variantı. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçmemizi istəyir. How many slices of bread? How many'dən sonra bizə cəmisini verməlidir. Verib slices. Ondan sonra oflu birləşmə olaraq verib. Okay. How many slices of bread? Bu hissə doğrudur tamamilə. İndi biz nə etməliyik? Yerdə qalan hissəsinə baxırıq ki, köməkçi feil mübtəda əsas feil formasında versin. Baxıram, do köməkçi feilim, you şəxsim, it-də əsas feilim olduğu üçün in the morning elə A variantı doğrudur. Baxaq şöyə digərlərində səhvliklər nədədir? How many slices of bread mənim sual sözümdür. Did köməkçi feilim, you şəxsim, ardıcıllıq düz gedir. 8. Biz bilirik ki, 8 keçmiş zamandadır. Diddən sonra əsas feildir. Halbuki did özü keçmişdə olduğu üçün artıq ondan sonra məstər gəlməlidir. Tulsuz ing'siz məstər, yəni ed olmaz və ya da kökdən dəyişmiş feil olmaz. Ona görə də 8 yox, it olmalıydı. B ona görə səhvdir, çünki 2 keçmiş verilib, olmaz. How many slices of bread-dən sonra, ümumiyyətlə sual sözlərindən sonra şəxs vəzifələrin heç bir halda əvvələ gəlmirlər deyə C də yanlışdır. How many slices of bread? You yenə əvvələ keçib olmaz. Nə demişdik? Köməkçi feil mübtəda əsas feil formasında olmalıdır. How many slices of bread? Burada da köməkçi feillərimiz yoxdur. Birbaşa əsas feili verib. Bu da yanlışdır. 7 çıxır. Qalır A variantı. Okay. Choose the correct passive voice version of the sentence. Aha. Cümlənin düzgün məhsul növ versiyasını seçməyimizi istəyir. She mənim mübtədamdır. Drinks xəbərimdir. A cup of juice tamamlığımdır. Every morning də zaman zərfimdir. Deməli, mən gətirəcəm a cup of juice sözünü əvvələ. Aha. Sonra isə xəbər dəyişmək. Ümumiyyətlə, xəbər olduğu kimi qala bilməz. Ada baxın, drinks olduğu kimi qalıb A-nı çıxaram. Köməkçi vasitələr gəlməlidir. Sonra she ilə cümlə başlaya bilməz. C ilə yenidə çıxsam, B və D arasında qalıram. Drinks indiki zaman olduğu üçün S-dən də bilirəm ki, üçüncü şəxsin təşkili və indiki zamandır. Biz bilirik ki, indiki sadə zaman çevrilirdi. Am, is, are, P2 ilə. Qaydalı feillərdə et, qaydası üçüncü forma götürürdük. Bu da bizə verir. Was keçmiş zaman olduğu üçün B-ni də çıxaram. Qalır a cup of juice is drunk by her every morning. Götürürük D variantına. Mart ayının buraxılışıdır 2025. Choose the correct option. Düzgün variantı seçin. My sister wanted me the meal quickly. My sister, okay. My sister mübtədamdır. Wanted xəbərimdir. Artıq gördüyünüz kimi zaman istifadə olunub. Mənə ikinci bir zamana ehtiyacım yoxdur. Çünki cümləm sadə cümlədir, mürəkkəb deyil. Burada böyük hərflə yazmağına baxmayın. Texniki səhvlərdir. Wanted üçüncü qrup feildir. Baxın, burada da yazdığımız kimi. Bu neçənci ilin qəbulu? 24-cü ilin qəbulu. Gördüyünüz kimi want. Burada inci zamanda verib. Üçüncü qrup feildir və özünə tolu məstər istəyir. Gördüyünüz kimi yenə də üçüncü qrup feilindən cümlə başlamış oldu. Testimizdə yəni. Yenə də want üçüncü qrup feildir. Özünə tolu məstər istəyirsə, is cooking zaman formasında çıxaram. Cook sadə tulsuz məsələdir, B-ni çıxaram. Will cook da gələcək zamanda C-ni çıxaram. Cooks yenə zamanda S qəbul etdiyi üçün D-ni də çıxaram. Qalır to cook. Y variantı. Gördüyünüz kimi oxşar suallardır. Choose the correct option. Düzgün variantı seçin. The climate. Burada mənə heç bir şey verməyib. Boşluq. Xəbər yoxdursa, deməli uzlaşma dərsi. Çox güman ki, uzlaşma dərsidir. Agreement. The climate üçüncü şəxsin təkində olduğu üçün were cəm xəbərdir. Weren't cəmdir. Are cəmdir. Yenə də are cəm olduğu üçün qalır belə is tək xəbər. Burada da zaman uzlaşması üçün zaman zərfi olmalıydı. Heç biri olmadığı üçün burada was olsaydı götürərdim. Choose the correct passive voice version of the sentence. Yenə də düzgün məhsul növü seçməyimizi istəyir. They mübtədam picked up xəbərim, bananas tamamlığım. In the forest zaman zərfim, yer zərfimizi istəyirəm. Ona işim yoxdur dostlar. Deyəcəm ki, bananas picked. Gördüyünüz kimi ed var burada. Keçmiş zamanı bildirir və keçmiş zamanda düzəlirdi. Was, keçmiş sadə zaman were, P2 ilə. Ümumiyyətlə, was, were, əmizar
is are. Been olmaz. Yani P için arasında been olur. Evet deyirəm, ola bilməz. Sadəcə bu versiyalarda götürürsünüz. Cümləm Z ilə başlaya bilməz. Yeni çıxaram. Əgər mənə cümlədə will verilməyibsə, çünki will özünə cavab alır, D-ni çıxaram. Cümlədə həfəz də olsa çıxacam, çünki burada həfəz yoxdur. Qalır indi iki variant arasında. Bananas. Baxın burada verb been picked. B-ni çıxdım, çünki been olmaz. Verb picked ilə are picked arasında qaldım. Picked özü keçmiş oldum. Picked dedim, yəni picked özü keçmiş zamanda olduğu üçün biz götürəcəyik burada A variantını. Bananas were picked up in the forest. Yəni zaman dəyişmir məhsulda olduğu kimi qalır deyə bu da çıxır. Tense form istəyir bizdən. 9-da my family a barbecue yesterday. Biz bilirik ki, əgər yesterday varsa sadə feil götürürsünüz. Sadə keçmiş. Burada daxildir was, were, tək özü, was, were, P2, çünki məhsulda ola bilər. Sonra sonu edlə qutaran feillər, kökdən dəyişən, feil, yəni birbaşa keçmişə çevrilmiş feillər. Bir də had, tək özü, həmçinin did tək ola bilər, didn't, tuzsuz məsdər, yəni boş feil, did, şəxs, bu da sualda yəni yenə feil. Bunlardan birini axtarmalısınız orada. Yesterday sözünü görsəz. Baxıram, has inci zamandır, B-ni çıxaram. Is having inci zamandır, çıxaram. Has had. Buradakı had sizi çaşdırmasın. Şəxsdən dərhal has gəlir. My family has had olacağı üçün. Birinci has gəldiyi üçün zamanı has bildirir. Bu da inci zamandır, D-ni də çıxaram. Have inci zamandır, yeni çıxaram. Qaldı nə? Had. Sadəsini götürmüş oldum. Bu da bizə modal feil istəyir. I want to know the truth. Mən həqiqəti bilmək istəyirəm. You lie to me. Mənə yalan danışma deyəcək çox güman ki, biz bilirik ki, haven't to deyə bir birləşmə yoxdur. Bu olacaq boş have to. Have to. Doğru versiya budur. Bu yanlışdır. Bir çıxaram. Aren't able to olmalı. Baxın, burada to yoxdur deyə. To olmalıydı. Bu da yanlışdır. İkini çıxaram. Mustn't qalsın. Should qalsın. Öyle ikisi doğrudur. Üstündən öyle tərcümə ehtiyac qalmadı. 5 Mart 2023. Choose the correct variant. Düzgün variant istəyir bizdən. Jeremy late for his classes if he early. Burada if var. Mürəkkəb cümlədə zamanı uzlaşdırmalıyam. If-dən sonra shall will, should olmaz. Baxın, won't olmaz. A variantda if-dən sonra he, won't gəlir. Anı çıxaram. Sonra C-də yenə will var. Will get up, C-ni çıxaram. Eynilə yerdə yenə won't get up verilib, yeni çıxaram. Çünki will-dən sonralar işlənə bilməz. İndi uzlaşmaya baxıram. Will be, doesn't get up. İndiki zamandan gələcək zaman uzlaşır. Qalsın. Will be yenə gets up. Hər ikisi doğrudur əslində. Qrammatik cəhətdən tərcümə etməliyəm. Jeremy will be late for his classes if he doesn't get up early. Əgər erkən qalxmasa, dərslərinə gecikəcək dediyi üçün B-ni götürürəm. Tərcümədir yəni. Change the sentence into the passive voice. Məhsul növə dəyişməyimizi istəyir. I lost my gloves while going home. Evə gedərkən əlcəklərimi itirdim. Sonra işim yoxdur. I mübtədam. Sorry, kifayət çəkdim, üzrlü sayın. Lost xəbərim. My gloves-dakı davamlığım. Cümləm A ilə başlaya bilməz. C ilə yeni çıxaram. Feilim olduğu kimi qala bilməz. Lost gördüyünüz kimi olduğu kimi qalıb anı çıxaram. Qalıram B ilə D arasında. O xəbərə baxıram. Xəbər lost keçmiş zamanda olduğu üçün lost dediyi üçün keçmiş zamanı gördüyünüz kimi kökdən dəyişir. Onun üçün də was were page tətbiq etməliyəm. O da olacaq. My gloves cəmdə olsun were lost while going home. Elə B variantı. Burada R-inci zaman olduğu üçün D-ni də çıxaram. 13-də. Sue let me her computer for playing games. Görürsünüz, indi burada Sue mübtədamızdır, let xəbərimizdir.
Artıq bir xəbər istifadə olunduğu üçün və sadə cümlədir. Deməli, ikincisini məstər olaraq istəyir və yaxud da ingli feil. Let birinci qrup feildir. Ümumiyyətlə, let və make. Sonra tamamlıq. Toolsuz məstər. Toolsuz deyəcək, ing olmaz, ed olmaz, digər birinci qruplarda olduğu kimi. Baxıram, use'da ing var, anı çıxaram. Uses-da s artırılıb, b-ni çıxaram. Use özü sadədir, toolsuzdur, bunu götürürəm. Burada tool versiyası da olmaz, çıxaram. User-da ed qəbul edib, keçmiş zamanda yeni də çıxaram. Yəni, çox sadə. 2 qrup feili əzbərləyirsiniz. Təbii, orada yeniləri də əlavə olunub. Yeni qaydalara əsasən. Yenə də doğru variantı istəyir bizdən. The child is thirsty. Uşaq susduyub. You give him some water. Arable'ın tuzsu yoxdur. 2-ni çıxaram. Out'un tuzsu yoxdur. 5-i çıxaram. 2-ni çıxsam. 5-i çıxsam. B ilə D arasında qalacam. Çox güman ki, bir variantında bir təsdiq, bir inkar seçməliyəm ki, ya ikisi də təsdiq olar, ya da ikisi də inkar olacağı üçün bunu da çıxsam və 1 ilə 4 qalacaq. D variantı. You should give him some water. Sən ona biraz su verməlisən. You must give him su verməlisən. 15-ci sual. Anne's mother isn't at home. Çocuk öğret variantı yine bizden. Anne's mother isn't at home. Anası evde değil. İnkar cümlədir. İnkara inkar götürürdük. So təsdiq cavabı olduğu üçün B-ni çıxaram. Sonra so təsdiq olduğu üçün D-ni çıxaram. To təsdiqin cavabıdır. Həm də Turanla tuşləməz Y-ni çıxaram. Qalır A ilə C arasında. Biz bilirik ki, Naize özü inkardır. Ondan sonra not işlənməz. Ümumiyyətlə, ikinci inkarlıq olmaz. Isn't burada da çıxar. Qaldı elə C variantı. Naize is her granny. You learn all the rules by heart. Modal feil istəyir bizdən. Haven't to deyə bir birləşmə yoxdur. Bu have to olmalıydı. Anı çıxarıq. Must qalsın. Out'un to'su yoxdur. C-ni çıxarıq. To olmalıydı. Will'in B'si də yoxdur. To'su da yoxdur. Yeni də çıxaram. Out'un to'su yoxdur. D-ni çıxaram. Qaldı elə must. You must learn all the rules by heart. Bütün qaydaları əzbərə öyrənməlisən. 17-ci sual. The doctor didn't let him. Gördüyünüz yeni də let gəldi. Birinci qrup feildir. Özündən sonra toolsuz, ing'siz, edsiz, yəni sadə məsələ istəyir. To take part, to gördüyünüz B-ni çıxarıq. Taking da ing var, D-ni çıxarıq. Takes-də S var, Y-ni çıxarıq. İndi qalırıq C ilə A arasında. Biz bilirik ki, take ing zamandır. Took keçmiş zamandır. Taken da üçüncü formalardır onların. P2'si. Deməli, took part burada keçmiş zaman olduğu üçün A-nı da çıxsaq, qalacaq C variantı. Yenə burada yesterday sözünü gördük. Zaman zərfini və biz bilirdik ki, o da keçmiş zaman qoymalıyıq. Will gələcəkdir, A-nı çıxaram. Have inkidir, B-ni çıxaram. Do inkidir, C-ni çıxaram. Did keçmişdə qalsın. Arda inki olsun, Y-ni çıxaram. Qaldı nə? D variantı. Yuxarıda yazdığımı əzbərləsəz, bunu da yazmış ola bilərsiniz. Choose the correct sentence in the passive voice. Yeni də düzgün məhsulda düzgün sual cümləni yazmamızı istəyir. She asked a lot of questions at the lesson. She mübtədamız, ask xəbərimiz, a lot of questions. Tamamlığımız isə bütünlüyündə. She ilə cümlə başlaya bilməz. B-ni çıxsaq, C-ni çıxsaq, öz istəm D-ni. Feilimiz olduğu kimi qala bilməz. Baxaq, qalıbmı? Yox, qalmayıb. Biz bilirik ki, əgər tək feil verilibsə və edilənsə keçmiş sadə zamanı idi, was were ilə çevirməliydi. Baxın, burada were being verilib, sonra as verilib. Bu being davam ediciniz formalardır. Əgər cümlədə was were being olsaydı, was were öz istəyən being yox. Bu əmzara da aid təbii fail sonda ing olsaydı, yəni davam edici zaman olsaydı, bunu çevirərkən was were being P2 olaraq verəcəyik. Halbuki burada əmizar görmədiyiniz üçün, was were görmədiyiniz üçün deməli being ehtiyacımız yoxdur, A-da çıxar. Qalırıq
C ilə Y arasında. Et keçmiş zamanı bildirdiyi üçün was were-dən seçməliyəm. Ona görə R-inci zaman olduğu üçün C-ni də çıxaram. Qalır elə Y variantı. A lot of questions were asked at the lesson. Bu günlük 20 sual bəs necə deyə düşünürəm. Davamında inşallah ki, növbəti dəfələrdə sizinlə bölüşərəm. Kanalımıza abunə olmağı və bizə dəstək olmağı unutmayın. İmtahanda hər birinizə uğurlar.